Həqiqətən sizin rəhbəriniz və işlərinizin ixtiyar sahibi yalnız Allah, onun peyğəmbəri və namaz qılıb rüku halında səkat verərək iman gətirənlərdir. Kim Allahı, onun peyğəmbərini və iman gətirənləri öz mövlası və rəhbəri kimi qəbul etsə, Allahın ordusundandır və şübhəsiz Allahın ordusu məhz onlar qalibdir. Ey Rəbbimiz, bizi hidayət etdikdən sonra qəlblərimizi imandan döndərmə və bizə öz tərəfindən rəhmət bəxş et. Həqiqətən bəxş edən yalnız sənsən. İlahi, biz bilirik ki, həqiqətən bu sənin tərəfindən olan bir həqiqətdir. Elə isə onunla müxalifətçilik və ona qarşı təkəbbür edən, onu təkzib və küfr edənə lənət yağdır. Tezliklə zülm edənlər axır aqibətlərinin necə olacaqlarını biləcəklər. Salam olsun sənə, ey əmirəl-müminin, ey vəsilərin sərvəri, ey ibadət edənlərin birincisi və zahidlərin ən üstünü. Ona Allahın rəhməti, bərəkətləri, salavat və salamı olsun. Sən özün istədiyin halda yeməyi Allaha xatir miskinə, yetimə və əsirə verdin. Onlardan heç bir muzd və təşəkkür istəmədin. Allah Taala sənin məqamın haqqında belə nazil edib. Özləri ehtiyaclı olduqları halda onları özlərindən üstün tutarlar. Öz nəfsinin paxıllığından amanda qalarlar. Məhz onlar nicat tapanlardır. Sən qəzəbini utdun və cəmaatı əfv etdin. Allah yaxşılıq edənləri sevəndir. Sən sıxıntı və çətinlik zamanı səbr etdin. Ümumi əmlakı ümmət arasında bərabər bölüşdürdün. Rəiyyət arasında ədalətlə rəftar etdin. İlahi hüdud və hökmlərdə cəmaatdan daha elmli idin. Allah Taala öz fəzlindən sənə bəxş etdiyi fəzilət barədə belə xəbər verir. Görəsən iman gətirən şəxslə fasik şəxs birdirmi? Əsla bir deyillər. İman gətirərək xeyirxah işlər görən kəslər üçün etdikləri əməllərin mükafatı olaraq məva cənnətləri vardır. Quran elmi, təvil hökmləri və Peyğəmbərin aşkar buyruqlarını bilmək sənə məxsus. İnsanların görəcəyi çətin dayanacaqlar və tanınmış məqamlar, eləcə də gözlərin bərəldiyi, canların boğazı yetişdiyi, Allah barədə müxtəlif gümanlar edildiyi, həmin anda möminlərin imtihan olunduğu və şiddətlə şübhəyə düşdükləri, münafiq və qəlblərində xəstəlik olanların Allah və onun Peyğəmbəri bizə yalandan başqa bir şey vəd etməmişdir dediyi sözləri, onlardan bir dəstənin ey Yəsrib əhli, qalmağın yeri yoxdur, qayıdın deyə elan etdiyi və bir dəstənin də Peyğəmbərdən evlərimiz mühafizəsiz qalmışdır, halbuki mühafizəsiz deyildi deyə geri qayıtmaq üçün icazə istədiyi və məqsədlərinin fərar etməkdən başqa bir şey olmadığı Bədir və Əhzab döyüşləri kimi tarixi günlər sənin üçündür. Allah Taala buyurur, möminlər kafir dəstələri gördükdə dedilər, bu Allah və onun rəsulunun bizə vəd etdiyidir. Allah və onun rəsulu doğru demişdir. Bu, onlarda iman və müti olmaqdan başqa bir şey artırmadı. Sən onların adlı sanlı qəhrəmanını, Əmir ibn Əbdüvədi öldürdün və onların dəstələrini dağıtdın. Allah kafirləri qəzəbli olduqları və qənimət əldə etmədikləri halda geri qaytardı. Allah döyüşdə möminlərə yetərli oldu. Allah qüdrətli və qadirdir. Ühüd döyüşündə bir dəstənin döyüş meydanından uzaqlaşıb heç kəsə etimad etmədiyi və Peyğəmbərin də onları arxasınca çağırdığı zaman sən şücaətlə Peyğəmbəri sağ və sol tərəfdən inadkar müşriklərdən qoruduqda, Allah da onları qorxduqları halda sənin və Peyğəmbərin ətrafından dəf etdi. Beləliklə, Allah sənin sayəndə məğlub olmaqda olan qoşuna yardım etdi.
Qur'anın da sayınızın çoxluğu ilə öyündüyünüz zaman bu sizə heç bir fayda vermədi və yer öz genişliyi ilə sizə dar gəldi. Sonra isə qaçmağa başladınız. Daha sonra Allah Peyğəmbəri və möminlərə aramlıq nazil etdi. Buyruğuna əsasən Hüneyn döyüşündə iştirak edən möminlər də məqsəd sən və sənin ətrafındakılardır. Sənin əmin Abbas qaçanlara, ey Bəqərə surəsinin səhabələri, ey ağac altındakı beyyət əhli, deyə fəryad etdiyi zaman, nəhayət bir dəstə ona cavab verdi və sən onların əzab-əziyyət çəkdikləri zaman özünü yetirdin və onların köməyinə çatdın. Onlar qayıtdıqları üçün cihadın savabından namid olsalar da, Allahın tövbə ilə bağlı verdiyi vədinə ümid bəslədilər. Bu, böyük Allahın buyurduğu kəlamdır. Bundan sonra Allah istədiyi kəsin tövbəsini qəbul edər. Sən həmin gün səbir məqamı və böyük mükafata nail oldun. Xeybər döyüşündə də bundan əvvəl düşmənə arxa çevirməyəcəkləri ilə bağlı Allahla əhd peyman bağlayıb, əhdi pozmağın cəzasının şiddətli olacağını bilsələr də, Allah münafiqlərin süslük və zəifliyini aşkar etdi və kafirlərin ardı arasını kəsdi. Həmd olsun aləmlərin Rəbbinə. Ey mənim Mövlam, kamil höccət, aşkar yol, böyük neymət və aydın dəlil sənsən. Allahın sənə əta etdiyi fəzilət və üstünlüklər sənə halaldır və nadan düşmənlərin məhv olsun. Peyğəmbərlə bərabər bütün döyüşlərdə iştirak etdin. Döyüş bayrağını əlinə alıb irəli düşdün və Peyğəmbərin hüzurunda qılınc çalıb döyüşdün. Bununla yanaşı əsas tədbir və işlərdə uzaq görən olduğun üçün Peyğəmbər səni əmir və qoşun başçısı təyin edirdi. Sənin üzərində əmir olmazdı. Sənin təqvan bir çox işləri yerinə yetirməyə mane olduğundan, həmin işlərdə nəfslərinə uyanlar və cahillər sənin çarəsiz və bacarıqsız olduğunu güman edirdilər. Allaha and olsun ki, belə güman edənlər yolu azmış və hidayət olmamışlar. Sən bu sayaq güman edən və irad tutanlara öz sözlərinlə açıq-aşkar belə buyurdun. Sənə Allahın salamı olsun. Çarə axtarışında olan və zirək bir şəxs çarə yolunu bilsə də, ilahi təqva ona mane olur və bilərəkdən onu tərk edir. Amma dini məsələlərdə heç bir qorxusu olmayan şəxs həmin fürsəti qənimət bilir. Sən doğru dedin və batilə aldananlar isə ziyana uğradılar. Səninlə beyyəti pozan və sənə qurğu qurub, biz ümrə əməlini yerinə yetirmək niyyətindəyik deyən iki şəxsə, Təlhə və Zübeyrə belə buyurdun. Öz canınıza and olsun ki, siz ümrə niyyətində yox, beyyəti pozmaq fikrindəsiniz. Elə bu səbəbdən onlardan beyyətini geri götürdün və onların beyyətini təzələdin. Amma onlar öz nifaqlarına qayıtdılar. Sən onları işlərindən xəbərdar etdikdə, özlərini bilməməzliyə vurdular. Öz işlərindən əl çəkmədilər, heç bir mənfəət əldə etmədən sonda ziyana uğradılar. Daha sonra Şam əhalisinin hadisəsi meydana çıxdı və sən onlar üçün heç bir bəhanəyə yer qoymadıqdan sonra onlara doğru hərəkət etdin. Onlar haqq dini qəbul etmədi və Qur'an üzərində düşünmədilər. Onlar iradəsiz, ağılsız olub yolunu azdıqlarından Allah sənə itaati əmr, möminləri sənə yardıma dəvət etdiyi və ey iman gətirənlər, Allahdan qorxun və doğru danışanlarla birgə olun deyə buyurduğu halda, sənin məqamınla bağlı Muhammədə nazil olanlara kafir oldu və sənin müxaliflərinə yardım etdilər. Ey mənim Mövlam, cəmaat haqdan uzaqlaşdığı halda, haqq sənin vasitənlə aşkar oldu. Sən peyğəmbərlərin sünnələrini köhnəlib məhv olduqdan sonra dirçətdin. Qur'anın təsdiqlədiyi üsulla İslam düşmənləri ilə mübarizədə irəli keçdin və Qur'an təvilinin gerçəkləşməsi üçün
cihadın fəziləti sənə məxsus edildi. Batilə dəvət edib haqsız hökm verən, qəsibkarlıq və zorakılıqla hökmranlıq edən və tərəfdarlarını cəhənnəmə tərəf dəvət edən şəxs sənin və Allahın düşməni, onun rəsulunu inkar edəndir. Beləliklə, Əmmar mübarizə apardığı halda iki qoşun arasında belə fəryad edirdi. Köç edin cənnətə tərəf. Su istədiyi zaman ona su yerinə süd verildikdə təkbir səsini ucaldıb dedi: Allahın rəsulu mənə buyurmuşdu ki, sənin dünyada içdiyin sonuncu şey süd olacaq və səni zalım firqə qətlə yetirəcək. Bu halda Əbuladiyə Fəzari onun başının üstünə gəlib onu qətlə yetirdi. Allahın mələklərinin və bütün peyğəmbərlərin lənəti olsun Əbuladiyə, müşrik və münafiqlərdən sənin üzərinə qılınc çəkən, sənin də onlara qılınc çəkdiyin kəslərə, sənə ağır gələnlərə görə sevinənlərə, narahatçılıq keçirməyənlərə, gözlərini döyərək pislikləri inkar etməyənlərə, yaxud sənin əleyhinə əli və dili ilə yardım edənlərə, yaxud sənə köməkdən əl çəkənlərə, sənin kənarında cihaddan boyun qaçıranlara və yaxud fəzilətini görməzdən gələnlərə, haqqını inkar edənlərə, yaxud Allahın səni onun özündən üstün bildiyi şəxsə bərabər tutanlara, Allahın rəhməti, bərəkətləri, salam və salavatı olsun sənə və sənin pak nəslindən olan imamlara. Həqiqətən o tərifə layiq və ucadır. Qəribə və faciə odur ki, sənin haqqını inkar etdikdən sonra qadınların sərvəri, pak-pakizə və düz danışan Fatimə-i Zəhranın Fədək torpağının qəsb edilməsi, həmçinin Allah Taala sizin məqamınızı ümmətdən üstün etdiyi, dərəcənizi yüksəltdiyi, bütün aləmlərə sizin şərafət və fəzilətinizi aşkar etdiyi, bütün çirkinlikləri siz əhl-i beytdən uzaqlaşdırdığı və sizi pak-pakizə etdiyi halda, sənin və sənin nəslindən seçilmiş Peyğəmbərin əhl-i beytindən olan iki şəxsin şahidliyinin qəbul edilməməsidir. Allah buyurur: Həqiqətən insan olduqca həris və kəm hövsələ yaradılmışdır. Ona bir zərər və ziyan üz verdikdə dözməz, bir xeyir yetişdikdə xəsis və simic olar. Namaz qılanlar istisnadır. Ey vəsilərin sərvəri! Allah Taala bütün məxluqat arasından Peyğəmbərin, Müstafanı və səni istisna etmişdir. Elə isə sənin haqqını ödəməkdə zülmə yol verən, sonra onu hilə və zorla əhlindən uzaqlaşdırdıqları halda, Peyğəmbərin yaxınlarının payını sənə borc verən kəs nə qədər də kordur. İş sənin ixtiyarına keçdikdə, o iki nəfər səninlə rəftar etdiyi kimi, sən də Allahın mükafatına müştaq olduğun üçün onların əməllərinə etina etmədən, onlarla özləri kimi rəftar etdin. O iki nəfərin səninlə qarşı durması Peyğəmbərlərin yalqız qalıb köməkləri olmadıqları halına oxşadı. Həmçinin sənin Peyğəmbərin yerində yatmağın İsmailin qurban kəsilməsinə bənzədi. Belə ki, sən də onun kimi səbirli oldun, mükafat ümidi ilə qəbul və itaət etdin. İbrahim ona: Ey oğlum, mən yuxuda gördüm ki, səni qurban kəsirəm. Bu barədə sənin fikrin nədir dediyi zaman cavab verdi ki, atacan, sənə əmr olunanı yerinə yetir və inşallah mənim səbirli olduğumu görəcəksən. Həmçinin Peyğəmbər səni öz yerində yatırdıb, onun canını qorumaq üçün yerində uzanmağını əmr etdikdə, sən müti halda əmrini yerinə yetirməyə tələsdin, ona itaət etdin və özünü ölümə hazırladın. Allah Taala sənin itaatinin əvəzi olaraq bu xeyirxah işin üzərindən pərdəni götürməklə təşəkkür edib buyurdu: İnsanlardan eləsi də var ki, Allahın razılığı müqabilində öz canını satır. Daha sonra Qur'anları hilə olaraq nizəyə keçirdikləri, şək şübhənin baş qaldırdığı, haqqın bir tərəfdə qaldığı
və gümanlara tabe olunduğu Siffeyn döyüşündə çətinliklərlə üzləşdin. Bu halda sənin çətinliyin Musanın öz qövmünə rəhbər təyin etdiyi və cəmaatın onun ətrafından dağıldığı Harunun çətinliyinə bənzədi. Harun fəryad edərək deyirdi: Ey cəmaat, buzova pərəstiş etməklə hiləyə aldandınız. Həqiqətən sizin Rəbbiniz Rəhman Allahdır. Mənə tabe olun və əmirlərimə itaat edin. Onlar cavab verdilər: Musa bizim yanımıza qaydana qədər biz ona pərəstiş edəcəyik. Bu minvalla Qur'anlar nizələrdə yuxarı qaldırılan zaman sən onlara dedin ki, ey cəmaat, həqiqətən siz onlara aldanaraq hilələrinə tovlandınız. Amma onlar səninlə müxalifətçilik və sənə itaatsizlik etdilər. Hər iki tərəfdən hakim təyin edilməsini istədilər. Sən onlara qarşı çıxdın, onların bu əməllərindən Allaha sığındın və nəhayət məsələni onların öhdəsinə qoydun. Haqqın üzərindən pərdə götürülüb, batil aşkar olduqdan, öz xətaları və haqdan üz çevirdiklərini etiraf etdikdən sonra ixtilafa düşdülər. Sən razı olmadığın, amma özlərinin istədiyi, sənin qadağan etdiyin, onların isə doğru hesab etdikləri səfih hakimliyi və hakimiyyəti qəbul etməyə vadir etdilər. Bu onların mürtəkib olduğu günah idi. Sən bəsirət və hidayətlə rəftar etdin. Onlar isə azğınlıq və körlükləri ilə nifaqa israr edib azğınlıqlarında qaldılar. Sonda Allah onlara əməllərinin nəticəsini dadızdırdı. Sənin qılıncınla düşmənləri kənarlaşdırdı və onlar bədbəxt oldular. Sənin höccətin sayəsində doğru yola yönəlib saadətə çatanlar adları əbədi yaşandı. Səhər axşam səfərdə və iqamətgahında Allahın salamı olsun sənə. Tərifləyənlər səni vəsf edə, eyb axtaran və bədxahlar da sənin fəzilətini məhv edə bilməzlər. Sən ibadətdə bütün insanların ən üstünü, zahidlikdə ən ixlaslısı və dini müdafiə etməkdə hamıdan ciddi idin. Sən Allahın hüdudlarını təlaşınla bərpa etdin. Dindən çıxanların qoşunlarını məğlubiyyətə uğratdın. Cüzi tədbirin və qılıncınla müharibə olovunu yatırdın. Şübhə pərdələrini öz bəyanınla yırtdın. Batil libasını xalis və aşkar haqqın sayəsində kənara tulladın. Allahla bağlı tənə vuranların tənəsi sənə təsir göstərmədi. Allahın sənin uca məqamınla bağlı tərifi, səni tərif edənlərin tərifi və vəsf edənlərin vəsfindən ehtiyatsız etdi. Allah Taala buyurur: Möminlər içərisində elələr də var ki, Allahla döyüşdə ölənə qədər sabit qədəm olmaq barədə bağladıqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzirlərinə əməl etdilər, şəhid oldular. Bəzisi isə şəhid olmağı gözləməkdədirlər. Onlar öz əhdlərində heç bir dəyişiklik etmədilər. Əhdi pozanlar, ilahi həddləri aşıb dindən çıxanları qətlə yetirdiyin zaman Allah və onun rəsulunun verdiyi vədinin doğruluğunu gördün. Sən də öz əhdinə vəfa etdin və Allah tərəfindən aşkar dəlilə əsaslandığın, işlərində bəsirətli olduğun, Allahla etdiyin ticarətin nəticəsinə müştaq olduğun və onun ən böyük feyz və qurtuluş olduğu üçün dedin ki, görəsən bu saqqalın başımın qanına boyanmaq vaxtı çatmayıbmı? Nə vaxt ümmətin ən bədbəxt insanı bu işi öz öhdəsinə götürəcək? İlahi, sənin peyğəmbərlərini və onların canişinlərini öldürənlərə lənət et və onları ən yandırıcı cəhənnəmə at. Sənin vəlin və höccətinin haqqını qəsb edən, onunla əhdini inkar edən və dini kamilləşdirdiyin gün onun vilayətinə əmin olduqdan və onu iqrar etdikdən sonra inkar edənlərə lənət et. İlahi, Əmir-əl-Muminin əlini qətlə yetirən, ona zülm edənlərə tabi olan və yardım edənlərə lənət et. İlahi, Hüseynə zülm edən, onu öldürən və düşmənlərinə yardım edən
qətlinə razı olan və onu yalqız qoyanlara şiddətli şəkildə lənət et. İlahi, Muhammedin əhl-i beytinə zülm edən və haqlarına mane olan birinci zalıma lənət et. İlahi, Muhammedin əhl-i beytinə zülm edən və haqlarını qəsb edən birinci zalıma, həmçinin dində bidət qoyanlara, tabi olanlara, qiyamət gününə qədər lənətini yağdır. İlahi, Peyğəmbərlərin sonuncusu Muhammedə, vəsilərin sərvəri Əliyə, onun pak övladlarına salam yetir və bizi ona sarılan, vilayətindən bəhrələnən və amanda qalıb saadətə çatan, qorxu və kədəri olmayanlardan qərar ver.